الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وأجل وآله الطاهرين واللعن الدائم على مخالفيهم أجمعين إلى يوم الدين. İnşallah bugün bir mövzumuz var. Həm də bugünə aid bir mövzuda o barədə söhbət edəcəyik. İnşallah. Dövr zaman elə bir zamandır ki, həqiqətən iman, etiqad saxlamaq, imanlı qalmaq və Allahın hökmlərinə riayət eləmək çətindir. Və bu çətinlik o mənada yox ki, hökmlər ağırdır. Sadəcə o mənada ki, fitnə, fəsad hər yeri əhatə eləyibdir. Hər addım başı haram çıxır insanın qarşısına, müxtəlif formalarda. Hər addım başı şeytanın vəsvəsələri olur və bu da insanın səbəb olur iman və etiqadını öz yoxlamağa ki, əgər iman və etiqadında zəiflik olsa, birindən qaçanda o birisinə düşür. Və nəticədə haram eləmiş oluruq. Nəticədə Allahın sözündən çıxmış oluruq. Böyüklük kiçiklik fərq eləməz ki, Allahın hökmündən çıxmağa deyənlər təcərri. Təcərri, yəni Allahın hökmünü yox saymaq, nauzubillah. Yəni Allahın hökmlərini göz ardına vurmaq. Yəni Allahın hökmlərinə riayət eləməmək. Buna deyərlər təcərri. Təcərrinin böyük kiçiyi yoxdur. Hətta ən xırda hesab eləyə biləcəyimiz günahlar da yenə də Allaha asi olmaqdır. Yəni fərq eləməz. Biri buradan uzaq, məclisimizdən uzaq zina eləsin, biri naməhrəmə baxsın. Allah qarşısında təcərri eləmək baxımından bunların fərqi yoxdur. Heç fərqi yoxdur. Yəni sən deyə bilməzsən ki, mənə min şükür, mən baxmışam sadəcə. Yox, bu min şükür sözü belə yanlış sözdür. Günaha görə şükür eləməzlər ki. Deməli, dövr zamanı elə bir zamanadır ki, çətindir və bizə lazımdır iman və etiqadı gücləndirəcək vasitələr. Bizə lazımdır bir cür şeylər özümüzdə yaradaq, öyrənək, məlumat əldə eləyək ki, o bizi bu cür günahların qarşısında qoruya bilsin, saxlaya bilsin. Günah qarşımıza çıxanda bu günahlardan və haramlardan çəkinə bilək. Bizə güc lazımdır, iman və etiqad gücü. O baxımdan baxırıq tarixə. Əimmə Əthar əleyhissalam, Həzrət Rəsul-i Əkrəm sallallahu aleyhi və əvvəl, Xanım Zəhra salamullah aleyha, ümumilikdə 14 məsum, ondan əvvəl gələn peyğəmbərlər, ənbiya-i ilahi, Allah peyğəmbərləri, Allah hüccətləri, bunların həyatı barəsində ara sıra danışmışıq və zənn edirəm ki, çox da danışılıbdır. Əlbəttə, yetərli deyil. Əlbəttə, biz əmin deyirik hələ ki, bu danışılanlardan nə qazanmışıq, nə götürmüşük, hələ bunu deyənmərik, mən özüm üçün deyirəm, mən bilmirəm, hələ bu qədər biz Əhl-i Beyt əleyhissalamdan söz eşidirik, onu hamısından da olmasa bir yüzündən birini özümüzdə tətbiq eləyə bilirik, yoxsa yox, bunu hələ demirik. Amma burası məlumdur ki, çox danışılır. Bugün istəyirik bir şəxs barəsində söhbət eləyək ki, 14 məsumdan deyil, amma o qədər fəzilət deyilib onun barəsində ki, o qədər kəramət sahibidir ki, o qədər böyük şəxsiyyətdir ki, həm iman və etiqad baxımından, həm də əməli baxımından, dünyada, tarixdə, nəinki təkcə İslam tarixində, ümumən bəşər tarixində ad qoymuş şəxsdir. Kimdir bu? Bu da Həzrət Əli Əkbər əleyhissalamdır. Əli Əkbər əleyhissalam İmam Hüseyn əleyhissalamın oğludur. O Əli Əkbər ki, Kərbəla şəhidlərindəndir. O Əli Əkbər ki, çox az yaşayıbdır, təxminən 30-a yaxın yaşı olubdur.
Amma bununla belə iman və etiqad dolu bir həyat sürübdü. O, Əli Əkbər əleyhissalam ki, atası İmam Hüseyin əleyhissalam onun barəsində gözəl söz deyibdi və bugün o sözün ətrafında danışacağım inşallah. O, Əli Əkbər əleyhissalam ki, Kərbəla şəhidlərinin Bəni Haşimdən şəhid olanların ilkidir Kərbəlada. O, Əli Əkbər əleyhissalam ki, onun başqa fəzilətləri də var, başqa yerlərdə, dualarda, ziyarətnamələrdə, hədislərdə, onlar da barəsində də az da olsa danışacaq. Əli Əkbər əleyhissalam, yenə deyirik, 14 məsumdan deyir. Yəni, bizim üzərimizdə olan Allah hüccəti deyir. Amma kamil bir nümunədir. Həqiqətən də kamil bir nümunədir bizim cavanlarımız üçün, bizim üçün, çox cəhətlərdən. Və əvvəlcə gərək bir az da olsa o həzrəti tanıyaq, ondan sonra baxaq görək ki, necə bizim üçün nümunədir. Kimdir Əli Əkbər əleyhissalam? Adətən əzadarlıqda danışırlar. Əzadarlıqda biz eşidirik ki, Əli Əkbər əleyhissalam İmam Hüseyin əleyhissalamla və digər səhabələrlə gəldilər Kərbəlaya və Kərbəlada, Aşurada Məhərrəm ayının 10-cu günündə düşmən qoşundan mübarizə apardılar və şəhadətə çatdılar. Bu hissəsini çox bilirik və çox da eşitmişik, əzadar olmuşuq. Əli Əkbər əleyhissalam barəsində nohələrdə, qəsidələrdə xeyli həddən artıq məlumat vardı. Əlbəttə, demək olmaz ki, o məlumatların hamısı yüzə düzdür hamısı. Amma hər halda vardı, içində düzləri də vardı. Və bunu ayırt eləmək, araşdırmaq da düşür o kəslərin boynunda ki, həmin şeirləri, həmin nohələri oxuyurlar, istifadə edirlər əzadarlıqda. Gərək onlar özləri araşdırsınlar ki, hansı qəsidə, hansı nohə tarixlə düz gəlir, gəlmir. O da bir işdir, ayrıca işdir. Yəni, o barədə Əli Əkbər əleyhissalamın o cəhətindən çox danışılıb, çox eşidilib. Bugün elə həmin Aşura günündə İmam Hüseyin əleyhissalamın bir sözü var, məşhur sözü ki, biz bu sözü keçən dəfədə elə Mövlud mərasimində başqa bir yerdə dedik. İmam Hüseyin əleyhissalam, Əli Əkbər əleyhissalam barəsində bir söz deyir. Buyurur ki, yəni dua eləyir daha doğrusu. Dua eləyir. Tarixdə yazırlar ki, bu dua o vaxt ki, Əli Əkbər əleyhissalam meydana göndərdi, vuruşmağa göndərdi İmam Hüseyin əleyhissalam, orada dedi bu sözü, dua elədi. Əllərini açdı Allaha və bu kəlmələri dedi. Dedi ki, Allahümmə əşhid alə haulâil qavm fəqad bərazə aleyhim əşbəhan nâsi bi rəsulik xalqan və xulqan və məntiqan. Dua eləyir İmam Hüseyin əleyhissalam, deyir, Pərverdigara şahid olginan bu dəstəyə, bu qovma, bu zalim qovma ki, onların qarşısına bir kəs gedir ki, Əli Əkbər əleyhissalam ki, göndərir onun barəsində. Bugün Əli Əkbər əleyhissalamın mövlududur, amma biz ağanı tanımaqdan ötürü bu kəlmədən istifadə edirik. Yəni, şəhadətindən danışmırıq. Mövlududur, sadəcə istəyirik ağanı tanıyaq. Ağanı tanıtdıran ən gözəl söz də bu sözdür. İmam Hüseyin əleyhissalamın bu sözü. Buyurur ki, Pərverdigara, ağa İmam Hüseyin əleyhissalam buyurur, şahid olginan bu qovma, bu zalim qovma. Niyə? Ki, onun qarşısına, onların qarşısına bir nəfər gedir ki, o insanların içində Peyğəmbərə həm xəlqan, həm xulqan, həm də məntiqan ən çox bənzəyənidir. Bu İmam Hüseyin əleyhissalamın sözü. İndi bu söz əslində Əli Əkbər əleyhissalamı tanıtdırır. Necə tanıtdırır? Bir baxaq. Baxın, İmam Hüseyin əleyhissalam buyurur ki, Əli Əkbər əleyhissalam Peyğəmbər əleyhissalamı oxşayır. Və bu oxşarlıq 3 cəhətdəndir. Var digər yerlərdə, elə İmam Hüseyin əleyhissalamın dilindəndir, buyurur ki, biz Həzrət Rəsulullah üçün darıxanda, Peyğəmbər əleyhissalam dünyadan gedəndən sonra onun üçün darıxanda Əli Əkbər əleyhissalama baxardıq və onu ilə təskinlik tapardıq ki, Əli Əkbər əleyhissalam Peyğəmbərə oxşayırdı. İndi, baxın, 3 oxşarlıq deyir burada.
Bu üç oxşarlığın hər üçü əslində fəzilətdir. Biri xəlqi oxşarlıqdır. Xəlqi oxşarlıq, yəni görkəm baxımından oxşarlıq. Görkəm baxımından, yəni gözü, qaşı, qiyafəsi, qaməti Peyğəmbər əleyhissalam oxşayır. Bu deyərsən ki, düzdür bu oxşarlıq, bu bənzərlik nəsli bir şeydir. Yəni Əli Əkbər əleyhissalam kim idi? Xanım Zəhra salamullah aleyhanın nəvəsi, düzdür? Yəni belə çıxır ki, Peyğəmbərin nəticəsi də elədir. Yəni bir nəticənin öz ata-babasına, yəni atasının babasına oxşaması normal bir şeydir. Həmişə olubdur bu. Çünki bu genetik bir şeydir və bütün nəvələr, nəticələr babalara oxşayarlar, atalara oxşayarlar. Burada nə fəzilət var? Burada fəzilətli məqam budur ki, Peyğəmbər əleyhissalamın məgər nəvəsi nəticəsi tək Əli Əkbər əleyhissalam idi? Yox. O qədər var idi ki. Amma onların içində xəlqi, yəni görkəm baxımından Peyğəmbər əleyhissalama bənzəməyi yalnız Əli Əkbər əleyhissalam barəsində deyilibdir. Və bu da ayrı bir fəzilətdir. Hələ ayrı, o biri fəzilətlər ki, hələ deməmişik deyəcək. Onlardan kənar bu ayrı bir fəzilətdir. Ayrıca bir dənə fəzilətdir Əli Əkbər əleyhissalam üçün. Çünki Peyğəmbər əleyhissalamın siması, görkəmi barəsində tarixdə yazılanlar budur ki, Həzrət çox gözəl idi. Çox yaraşıqlı idi və insanda, insanın zahiri görkəmində lazım olan bütün gözəlliklər Həzrətin simasında var idi. Qaşı, gözü, saçı və bədənin qaməti, yəni nöqsanı yox idi Həzrətin xəlq baxımından, yəni bədən, fiziki baxımından. Və bu da digər bir cəhətdən də ilahi, mənəvi bir ruhun, nurun bir təcəssümü idi. Yəni Peyğəmbər əleyhissalamın gözəl olması indi bizim dünyamızda olan kimlərinsə gözəl insanlar ki var, sima baxımından gözəl, onların gözəlliyi kimi deyil. Yəni gözəl deyəndə zehnimizə o gözəllik gəlməsin. Niyə? Çünki bu gözəllik sadəcə insanın gözünə xoş gələndir. Amma Peyğəmbər əleyhissalamın gözəlliyi təkcə gözə xoş gələn deyildi, həm də qəlbə xoş gələn idi. Həm də insanın ruhuna xoş gələn idi ki, insanlar deyir, uzaq məntəqələrdən gələrdilər, heç bir sözləri də yox idi ya, gələrdilər Peyğəmbər əleyhissalama tamaşa eləməyə. Yəni, bu ki, tarixdə yazılıbdır. Yenə deyirəm, bu gözəllik sadəcə göz oxşayan gözəllik deyildi, həm də qəlb oxşayan idi, ruh oxşayan idi. Və Əli Əkbər əleyhissalam, İmam Hüseyn əleyhissalam buyurur da, ağa da imamın sözündən ki, etibarlı sözü yoxdur. İmam ki, Allahın hüccətidir. Peyğəmbər ki, Allahın hüccətidir. Bu kəslərin sözü ki, bizim üçün tam etibarlıdır. İmam Hüseyn əleyhissalam ki, Əli Əkbər Peyğəmbərə oxşayır. Üç cəhətdən oxşayır. Bir oxşarlığı budur. Nə? Yəni, xəlqi oxşarlıq, görkəm oxşarlığı. Bu ayrı bir fəzilətdir. Peyğəmbərə oxşamaq fəzilətdir. Dedik nəyə görə? Dedik ki, Peyğəmbərin gözəlliyi bizim bildiyimiz adam, insan surət gözəlliklərindən deyil. İlahi gözəllikdir. Və Əli Əkbər əleyhissalamda bu xəlqi oxşarlığı var idi. Bu bir. İkincisi, xulqi oxşarlıqdır. Xulqi, yəni əxlaqi oxşarlıq. Yəni rəftar oxşarlığı, əxlaq oxşarlığı. Əli Əkbər əleyhissalam, ağa İmam Hüseyn əleyhissalam buyurur ki, Peyğəmbər əleyhissalama oxşayır nə baxımından, həm də xulqi baxımından, həm də əxlaq baxımından. İndi bunu bilməkdən ötürü, baxın, mən deyirəm ki, bu adam buna bənzəyir. Ya bu əşya o əşyaya bənzəyir. İndi bu əşyaya qiymət verməkdən ötürü, gərək o əşyanın qiymətini bilək. Bu şəxs o şəxsə bənzəyir. Bu şəxsə qiymət verməkdən ötürü gərək o şəxsin qiymətini bilək. Yəni o şəxsi tanıyaq. Əli Əkbər əleyhissalam tanımaqdan ötürü gərək Peyğəmbəri tanıyaq. Çünki İmam Hüseyn əleyhissalam buyurur ki, xulq baxımından Həzrətə oxşayır. İndi biz Əli Əkbər əleyhissalamın əxlaqını necə bilək? Deyir, bax Peyğəmbər əleyhissalamın əxlaqına. Əvvəlcə onu götür, o meyardır çünki. Ondan sonra biləcəksən ki, Əli Əkbər əleyhissalamın əxlaqı nə dərəcədədir? Gedək Peyğəmbər əleyhissalamın əxlaqına. Peyğəmbər əleyhissalamın əxlaqından dünyaya gəlməyibdir. Nə üçün? Çünki ayə nazil olsun bir əxlaq barəsində, bir kəsin əxlaqı barəsində, bu yalnız məxsusdur Peyğəmbərə. O ayə ki,
Allah Teala buyurur: "İnneke le'ala xuluqin azim." Ya peyğəmbər, sən ən gözəl əxlaq sahibisən. Yəni ən gözəl, ən böyük daha doğrusu. Böyük əxlaq səndədir. Peyğəmbəri bu cür tərif edir. Peyğəmbər əleyhissalamın çox tərifləri var. Əxlaqı tərifləri bir budur. Bir də bir başqa yerdə Qur'an-ı Kərimdə Allah Teala buyurur: "Ya peyğəmbər, sən ki səndə olan bu həlimlik ki var, bu yumşaqlıq ki var, bu insanlarla olan xoş münasibətin ki var, ha, bu xoş münasibətin olmasaydı, yəni bu xoş münasibətə görə insanlar səni sevib gəlirlər, sənin ətrafına toplaşırlar. Əgər birdən qəliz qəlb olsaydın, mən ayənin mənasını deyirəm. Əgər birdən tünd adam olsaydın, acı dil olsaydın, onda lənfəzzu min havlik. Onda dağılardılar sənin ətrafında, heç kəs qalmazdı. Amma sənin bu gözəl əxlaqın ki vardı, bu xoş münasibətin ki vardı insanlara, o cəlb eləyir insanları. Elədir də, yəni İslam'a gələnlərin, Peyğəmbər əleyhissalamın sağlığında, həyatında, İslam'a gələnlərin böyük bir əksəriyyəti məhz bunun üçün gəliblər İslam'a. Biz keçən söhbətlərdə bunun bir çox misallarını vurmuşuq. Başqa söhbət eləyənlər də bu misalları vurublar deyə daha misallarını vurmuruq. O qədər əhvalatlar olub ki, gəliblər Peyğəmbər əleyhissalamın helminə, rəftarına, o münasibətinə, xoş üzlülüyünə, təbəssümünə aşıq olublar. Hətta onlar ki, deyir, var idi, danışmışdım o əhvalatı sizin üçün, biri qılınc qoymuşdu belinə Məkkədən, gəlmişdi Mədinəyə ki, Peyğəmbəri öldürsün, düşmən idi də, müşrik idi. Amma gəldi Peyğəmbər əleyhissalamda bir münasibət gördü ki, sındı, etiqad dəyişdi. Yəni insanı ən gözəl dəyişdirəcək nə ola bilər ki? Görürsünüz? O ki, deyirlər, İslam, müsəlmanlar, qılınc müsəlmandır, yalan deyirlər, qələt edirlər. Bax, İslam budur. Peyğəmbər əleyhissalamın insanlarla olan rəftarı, münasibəti. Bir xoş sima, bir xoş söz, insanlara olan diqqət, etina, görürsünüz, qılıncı qınından çıxmağa qoymadı. Və orada deyir, şəhadəteyni dedi, kəlmə-i şəhadətini dedi, o terrora gələn müşrik döndü müsəlman oldu. Yəni, Peyğəmbər əleyhissalam bu əxlaq sahibidir ki, çox bunun barəsində də danışılıbdır. İndi, biz bilmək istəyirik Əli Əkbər əleyhissalamın əxlaqı nə qədərdir? Bu qədərdir. Çünki İmam Hüseyin əleyhissalam buyurur ki, əşbəhun nasibi rəsuli. Pərverdigara, bu gedən Əli Əkbər əleyhissalama işarə edir İmam Hüseyin ağa. Buyurur, bu gedən insanların içində Peyğəmbərivə oxşayan, ən çox oxşayan şəxsdir. Kəlmə bu cürdür. Düz kəlmə, tərcüməsi bu cürdür. İnsanlar ən çox oxşayan budur. Yəni, başqalarında da bəzi xasiyyətlər olar Peyğəmbərdən. Amma ən çox və hər tərəfli oxşayan Əli Əkbər əleyhissalamdır. Bu da xulqi oxşarlıq, əxlaq oxşarlığı. İndi görün, Həzrət Əli Əkbər əleyhissalamın əxlaqı hansı dərəcədədir ki, İmam Hüseyin əleyhissalam onu ali əxlaq sahibinə, yəni Peyğəmbərə bənzədir. Və üçüncüsü, məntiqən, deyir İmam Hüseyin əleyhissalam. Üçüncü oxşarlıq da nitq oxşarlığıdır. Nitq oxşarlığıdır. Yəni, ağzını açıb kəlmə deyəndə, söz deyəndə, əgər biri görməsəydi, elə bilərdi, deyir, Peyğəmbər danışır. Əli Əkbər əleyhissalamın nitqi də Peyğəmbər əleyhissalam kimidir. Bunun nəyi fəzilətdir? Bunun da o yeri fəzilətdir ki, yenə də baxırıq Peyğəmbərə. Peyğəmbərin nitqi necə idi? Biz baxırıq Peyğəmbərin nitqində yenə də Qur'an ayəsi var. Buyurur Allah Teala: وَمَا يَنْتِقُ عَنِ الْهَوَى اِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى deyir, وَمَا يَنْتِقُ عَنِ الْهَوَى Peyğəmbər öz istəkləri ilə, öz həva və həvəsi ilə danışmaz heç vaxt. Bu Peyğəmbərin xasiyyətidir. Danışdıqları hamısı nədir? اِنْ هُوَ إِلَّا vəhyün, yalnız vəhiydir. Yuha, ona vəhy olunan vəhy. Yəni, Peyğəmbər nə danışırsa Allah sözü danışır. İndi deyərsən ki, necə bənzədək biz Əli Əkbər əleyhissalam Peyğəmbərə? Axı, Peyğəmbər Peyğəmbər idi. Vəhy nazil olurdu ona. Ona görə Qur'anda bu ayə nazil olubdur ki, Peyğəmbər yalnız vəhy danışır. Vəhy danışır, yəni nə? Mənası nədir? Kimin sözünü danışır, yəni? Allahın sözünü danışır da. Allahın sözünü danışmağın ki, ziyanı yoxdur.
Yəni, hətta Peyğəmbər olmasa da biri Allahın sözünü danışa bilməz, danışa bilər də. Əli Əkbər əleyhissalam, bəli, Allahın razı olmadığı kəlam dilinə gətirməz. Bunu biz buradan çıxartırıq. Əli Əkbər əleyhissalamın danışdıqları Allahın razı olduqları kəlam. Yəni, Allah kəlamıdır. Bu da bir bənzərlikdir. Yenə deyirəm, bu bənzərliyi bir başqası demir. İmam Hüseyin əleyhissalam buyurur ki, bu üç bənzərlik xəlqi, xulqi və məntiqi, nitqi oxşarlıq ki vardır. Bu cəhətləri, bu oxşarlıqları İmam Hüseyin ağa buyurur Əli Əkbər əleyhissalam barəsində. Bunları keçəndən sonra artıq bizim zehnimizdə Əli Əkbər ağa barəsində müəyyən bir şey formalaşır ki, ağa kimdir? Əgər birdən bu da yetərli olmasa, növbəti bir dənə də fəziləti var Əli Əkbər əleyhissalamın. O fəziləti də budur ki, biz Aşura ziyarətnaməsinin şərhində bunu demişdik. Amma bugün mövzudur deyə o yeri xatırladırıq. Demişdik ki, Aşura ziyarətnaməsinin içində bir yer var. Orada 100 dəfə salam verilir. Və 100 salam kimə verilir? Bu cür. İmam Hüseyin əleyhissalama qısaca deyirəm və Kərbəla şəhədasına. İndi baxın həmin kəlama. Həmin kəlamda buyurur ki, Əs-səlamu aləl-Hüseyn və alə Ali ibn-il Hüseyn və alə avladil Hüseyn və alə əshabil Hüseyn. Bu 4 salam artızı bu cür deyilir. Salam olsun Hüseynə, salam olsun Ali ibn-il Hüseynə, salam olsun Hüseynin övladlarına, salam olsun Hüseynin səhabələrinə. Tərcümələri budur. İndi burada ikinci cümlə var. Əs-səlamu alə Ali ibn-il Hüseyn. Kimdir Ali ibn-il Hüseyn? Bunun barəsində 2 söz deyiblər. 2 söz. Biri bu deyirlər ki, Ali ibn-il Hüseyndən məqsəd İmam Səccad əleyhissalamdır. Yəni, İmam Hüseyn əleyhissalamın oğlu. İmam Zeynül Abidin əleyhissalam, ağadan İmam Hüseyn əleyhissalamdan sonra Allahın hüccəti, 4-cü imamımız. Deyirlər, burada ona salam verilir. Amma bundan daha güclü söz budur ki, burada Ali ibn-il Hüseyndən məqsəd Əli Əkbər əleyhissalam. Niyə? Yəni, bunu elə belə demirlər. Ona görə deyirlər ki, çünki bura, yəni ziyarətnamə, salam verilir ziyarətnamənin içində, bu yerində Kərbəlada şəhid olanlara, Kərbəlada şəhid olanlara. Çünki bu kəslər ki, 4 dəstə ayırır. Biri İmam Hüseyin ağanın özüdür. Biri Əli ibn-il Hüseyndir. Biri övladlarıdır, biri əshabıdır. Bu 4 dəstə ki ayrılır. Bu 4 dəstənin hamısı Kərbəlada şəhid olub. İndi deyərsən ki, elə Ovladil Hüseynin içində də Əli Əkbər əleyhissalam var da, yoxdur. Yəni, onu deyəcəyik birdən. Birazdan deyəcəyik. Əvvəlcə bundan tutaraq. Biz deyirik, Əli ibn-il Hüseyndən məqsəd Əli Əkbər əleyhissalamdır. Hardan deyirik? Oradan deyirik ki, bu sıralama Kərbəla şəhidlərinin salamı, Kərbəla şəhidlərinə olan salamdır. Kərbəla şəhidlərinə də baxanda görürük ki, ağanı başda deyir, çünki ağa Seyyid-ü Şəhədadır. Ondan sonra Əli ibn-il Hüseyni deyir, çünki Əşbəhün Nas bir rəsulihdir və Rəsuləllahdır. Və ardıcan da İmam Hüseyin əleyhissalamın digər övladlarını və əshabını deyir. İndi ağa İmam Hüseyin əleyhissalamın digər övladları Kərbəlada şəhid olanlar istəyir bir nəfər olsun, istəyir çox olsun, fərq eləməz. Ona övladları demək olar. Buna icazə verilir. Yəni, Avladil Hüseyn deyəndə hamı elə başa düşür ki, çünki ərəb dilində bu zürddə bir şey ki, cəm şəkildə deyilir, ən azı 3 olmalıdır. 2 cəmdör ərəb dilində. 1 ki, heç cəmdör. Yəni, ən azı 3 olmalıdır. İndi deyirik, övladlarına, gərək 3 İmam Hüseyin əleyhissalamın övladı şəhid olsun ki, Kərbəlada desinlər, Əla Avladil Hüseyin. Burada cavabı budur bunun. Cavabı budur ki, xeyr. Ərəb dilində elə təkə də cəm deyilər. Çünki bir var ümumi, kulli anlayış, məfhum və bir də var onun misdaqı. Çox yerlərdə var ki, sözü cəmlə deyirlər, amma fərdi bir nəfərdir. Bunun misalı, məşhur misalı Mübahilə ayəsində. Mübahilə ayəsində deyir ki, Nisa'əna və nisa'əkum. Çağıraq biz də qadınlarımızı, siz də qadınlarımızı.
İndi Peyğəmbər qadınlarımız deyəndə kimi nəzərdə tuturdu? Xanım Zəhra salamun əleyhanə, bir nəfəri. Amma qadınlarımız deyir. Allah Taala nə şəklində deyir onu? Cəm şəklində deyir. Bunun eybi yoxdur ki, ümumi cəm şəklində deyilsin, amma nümunəsi, misdağı bir nəfər olsun, olar. Ziyanı yoxdur yəni. Burada da ziyarətnamədə də o cürdür. Avladil Hüseyndən bir nəfər də olsa, məsələn, Əli Əsğər əleyhissalam tutkunan, İmam Hüseyn əleyhissalamın övladlarından, ya 2 nəfəri tut, cəm tut. Yəni, bunun eybi yoxdur. Əli ibn Hüseyndən də məqsəd Əli Əkbər əleyhissalamdır. Əshab-ül Hüseyndən də məqsəd digər sahabələrdir. Onlar ki, Kərbəlada şəhid olublar. İndi, Aşura ziyarətnaməsində İmam Hüseyn əleyhissalamdan sonra Əli Əkbər əleyhissalama bu cür salam verilməsi, Kərbəla şəhidlərini sıralayarkən ağadan sonra ikinci salamın üzr istəyirəm, Əli Əkbər əleyhissalama verilməsi onu göstərir ki, bu da fəzilətdir. Çünki Əli Əkbər əleyhissalam da dedik bayaqları ki, Bəni Haşimdən ilk şəhid olandır və bu ziyarətnamə ki, İmam Sadıq əleyhissalamın dilindəndir, bir rivayətə görə İmam Baqir əleyhissalamın dilindəndir, fərq eləməz imamın dilindəndir, Allah hüccətinin dilindəndir və bu ziyarətnamədə Əli Əkbər əleyhissalama salam verilir. Bu da ağa üçün nədir? Bir fəzilətdir. Bu da bir tərəfi. Bir tərəfi də ağanın təvəllüdü barəsindədir. Bəzi yerlərdə deyirlər ki, Əli Əkbər əleyhissalam 18 yaşında olub Kərbəlada. Amma bu tarixin dəqiqliyi yoxdur. Bu tarix dəqiq tarix deyil. Nə üçün? Ona görə ki, ən çox deyilən Əli Əkbər əleyhissalamın hicrətin 34-cü ilində dünyaya gəlməsidir. 34-cü ildən 61-ci ilə qədər hesablayanda, bəli, 27 yaş təxminən Əli Əkbər əleyhissalamın yaşı olur. Və bu da o deməkdir ki, ağa Əli Əkbər əleyhissalam İmam Zeynül Abidin əleyhissalamdan böyük olubdur. Təxminən 3 yaş, 4 yaş böyük olubdur. İmam Səccad əleyhissalam hicrətin 38-ci ilində deyirlər təvəllüdünü, 37-də deyənlər var. Yəni 3-4 yaş Əli Əkbər əleyhissalam böyük olubdur. Bu bir məsələ ki, bunu gərək burada deyək. Və bir dənə də məsələ budur ki, bəzilər deyirlər Əli Əkbər əleyhissalam izdivac eləməyibdir, evlənməyibdir. Bu da yanlış sözdür. Nə üçün? Çünki ziyarətnamələrdə Əli Əkbər əleyhissalama məxsus olan ziyarətnamələr ki, yenə də imamların dilindəndir, orada bu cür kəlmələr var. Əssəlamu aleykə və alə avladikə və alə abaikə və alə avlad. Salam olsun sənə, salam olsun sənin atalarına və salam olsun sənin övladlarına. Əli Əkbər əleyhissalama övlad nisbəti verirlər dualarda, ziyarətnamələrdə. Və buradan da biz bilirik ki, Əli Əkbər əleyhissalamın həm də övladları olubdu, yəni izdivac eləyib övladları olubdu. Bu qədər. Yəni, bu dediklərimizin hamısından qaydırıq söhbətimizin əvvəlinə. Bir şəxs çıxır ortaya ki, qəhrəman, şücaətli, imamına sadıq, mübarizədən qorxmayan, cəsur və zalimların çoxluğuna, azlığına baxmayaraq onlarla mübarizə aparan bir şəxs görürük. Əli Əkbər əleyhissalam. Və bu şəxs, yenə deyirik, məsumdur, amma gözəl bir dənə nümunədir bizim üçün. Ki, biz də belə şəxslərə, Əli Əkbər kimi şəxslərə baxıb, biraz da olsa iman və etiqadımıza əl gəzdirək və düzəldik. Biraz əməllərimizə, insanlarla olan rəftarımıza diqqət edək. Və o helm, o əxlaq ki, bayaqları Əli Əkbər əleyhissalam üçün dedik, o əxlaqı özümüzdə biraz da olsa yaradaq. O nitqi ki dedik, Allah kəlamından başqa kəlam danışmazdılar. Yəni, haqqıdan başqa bir kəlam danışmazdılar. Bunu da gərək özümüzdə tətbiq eləməyə bilək. Bizim mövlud hədiyyəmiz bu olacaq yalnız. Bizim mövlud hədiyyəmiz bu olacaq ki, biz Əli Əkbər əleyhissalamdan bəzi şeylər götürə bilək. Az da olsa özümüzdə tətbiq eləyə bilək. Allah Taala bu mövludu bizim üçün mübarək eləsin inşallah. Və o gözəl şəxsiyyətin, o ali şəxsiyyətin ziyarətini ki, Əli Əkbər əleyhissalam bilirsiniz, İmam Hüseyn əleyhissalamla bahəm ayağının altında dəfn olunubdur Kərbəlada, bir zərihin içindədir. Allah Taala ağa İmam Hüseyn əleyhissalamın və cəmiən Kərbəla şəhidlərinin və cəmiən əimmə ətharın ziyarətlərini gedənlərə də, getməyənlərə də nəsib eləsin. Allahdan istəyirik, şəxslər ki, adlarını çəkdik, o Peyğəmbər və Əhl-i Beyti ki, adlarını çəkdik və hətta Əli Əkbər əleyhissalam və digərlərinin ki, adlarını çəkdik, onların axirətdə şəfaətlərini bizə nəsib eləsin. Allahdan istəyirik bu müqəddəs
günlər, Şaban gecələri, Şaban gündüzləri xatirinə bizi öz razı olduğu bəndələrindən qərar versin. Allahdan istəyirik. Ağamız, Mevlamız, İmam Zaman ağamızın zuhurunu təcil eləsin. O ağanın zuhuruna qədər də bizim iman və etiqadımıza kamilliyə atalım. Salavat Muhammed və Allah. Allahümme salli ala Muhammed